Cərmidan döyüşü nəticəsində Cərmidan döyüşü 643-cü ildə baş vermişdi. Ərəblərlə Sasani mərzibanı arasında Azərbaycan mərzibanı İsfəndiyarın qüvvələri qələbə qazandı. Əslində məğlub olmuşdur. Beyləqanlı misafirin başçılıq etdiyi xalq hərəkatı yatırıldı. Belə ki, bu hərəkat 748-752-ci illərdə baş vermişdi. Yəni 8-ci əsrin 50-ci illərində yatırılmışdı. Ərəblərin şimali Albaniyaya yolu açıldı. Düzgün cavab C bəndi. Xəzərlərin Azərbaycana arası kəsilməyən yürüşlərinə son qoyuldu. Bu 8-ci əsrin sonlarında baş vermişdir. İraq və Şam əraziləri ərəblərin nəzarətinə keçdi. Bu isə 633-cü ildə baş vermişdir. Bəy hüquqları haqqında reskriptdən fərqli olaraq kənd cəmiyyətlərinin ictimai idarəsi haqqında əsasnamə ilə Bəy hüquqları haqqında reskript 1846-cı ildə qəbul edilmişdir. Kənd cəmiyyətlərinin ictimai idarəsi haqqında əsasnamə isə 1865-ci ildə verilmişdir. Kəndlilər üzərinə hərbi vergi adlanan əlavə mükəlləfiyyət qoyuldu. 1887-ci ilə aiddir. Bu düzgün bənd deyil. Xəzər vilayətinin bəylərinin torpaqları müsadir olundu 1841-ci ildə. Tiflisdə bəylərin şəxsi hüquqları ilə bağlı komitə fəaliyyətə başladı 1842-ci ildə. Müxtəlif kəndi qrupları vahid adla mülkədar tabelisi adlandırıldı 1846-cı ildə. Bizdən isə 1865-ci ildə qəbul edilmiş kənd cəmiyyətlərinin ictimai idarəsi haqqında əsasnamə soruşulur. Bu əsasnamə ilə mülkədarların kəndlilər üzərində polis və məhkəmə hakimiyyət hüququ ləğv edildi. Sualın cavabı D bəndi. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Vandal krallığının işğal edilməsi Bizans imperiyasına aiddir. İstəmir xanın hücumuna məruz qalması, o da Bizans imperiyasına aiddir. Belə ki, İstəmir xan Xəzərləri də tabi etmişdi, amma həmin vaxtı Xəzər xaqanlığı mövcud deyildi. Aşina sülaləsinə mənsub olması Xəzər xaqanlığına aiddir. Ərəblərə qarşı mübarizə aparılması hər üç dövlətə aiddir. Franklar da, Bizans da, Xəzərlər də ərəblərə qarşı mübarizə aparmışdır. Xlodvig tərəfindən əsasının qoyulması Frank dövlətinə aiddir. Deməli, sualın cavabı 1Y, 2AB, 3C, 4D, yəni A bəndi. Son Tunc ilk dəmir dövründə saxsı qab istehsalının inkişafına təsir göstərmişdir. Əhalinin oturaq həyata keçməsi Neolit dövrünə aiddir. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi Orta Tunc dövrünə aiddir. Boyalı qablar mədəniyyətinin formalaşması bu da Orta Tunc dövrünə aiddir. Təsərrüfatda kişi əməyinin ön plana keçməsi Erkən Tunc dövrünə aiddir. Deməli, Son Tunc ilk dəmir dövründə saxsı qab istehsalının inkişafına, ayaqla hərəkətə gətirilən duluz çarxından istifadə təsir göstərmişdir. Cavab C bəndi. 1830-cu ildə Çar fərmanı ilə Azərbaycanda ilk Rus məskənlərinin yaradıldığı bölgələri müəyyən edin. Bu dövrdə Lənkəranda, Şirvanda və Qarabağda ilk Rus məskənləri yaradılmışdır. Cavab E bəndi. Eramızdan əvvəl 6-cı yüzilliyin sonlarında üsyana qalxmış Afinalıların məqsədi Drakon qanunlarını ləğv etmək. Belə ki, eramızdan əvvəl 7-ci əsrdə Drakon qanunları qəbul edilmişdi, yəni 621-ci ildə. Bu dövrdə Demosun üsyan edəcəyindən qorxaraq, yəni eramızdan əvvəl 6-cı yüzilliyin əvvəllərində Demosun üsyan edəcəyindən qorxaraq aristokratlar güzəştə getmiş və salon islahatları keçirilmişdi. Deməli, bu düzgün bənd deyil. Tiranlığa son qoymaq sualın cavabı B bəndidir. Digər bəndləri də nəzər salaq. Xalq tribünlərini seçmək bu Roma tarixinə aiddir. Qladiator döyüşlərinin keçirilməsi də Roma tarixinə aiddir. Əhəmənilərin zülmünə son qoymaq Kiçik Asiyada əhəmənilərin zülmünə qarşı deməli Yunan şəhər dövlətləri üsyan qaldırmışdır və bu üsyana isə Afina kömək etmişdir. Deməli, bu da düzgün bənd deyil. Azərbaycana Səlcuq yürüşlərinin nəticələri ilə bağlı uyğun fikirləri müəyyən edin. Doğrudur, yanlışdır. Azərbaycana türk tayfalarının ikinci böyük axını baş verdi. Əslində Səlcuqların yürüşləri ilə Azərbaycana türk tayfalarının üçüncü böyük axını baş vermişdir. Bizansın Cənubi Qafqazda möhkəmlənmə siyasəti puça çıxdır. Məzyədilər sülaləsi aslı hala salındı. Belə ki, Səlcuqlar Şirvanda Kəsranilər sülaləsi hakimiyyətdə olarkən
həmin sülaləni asılı vəziyyətə salmışdır. Yanlış cavablara baxaq. Xəzər dənizində Azərbaycan ticarət gəmiləri üzməyə başlamışdır. Salarilərin dövründə bu hadisə olmuşdur. Türk və İslam amili Azərbaycanda qəti olaraq möhkəmləndi. Səlcuqların yürüşləri ilə bu baş vermişdir. Doğru cavab olduğuna görə biz bunu seçmirik. Yəni biz burada yanlış bəndləri seçirik. Azərbaycanda qədim dövlətçilik ənənələri bərpa oldu. Şirvanşahlar dövlətinin yaranması ilə bu baş vermişdir. Deməli, burada cavab 2, 4, 6, Y bəndi. Eneolit dövrü əhalisinin dəfn adətlərinə aiddir. Ölülərin yaşayış məskənində bastırılması, bəzi qəbirlərin üzərində kurqanların qurulması erkən tunc dövrünə aiddir. Cəsədin üstünə qırmızı boya səpilməsi, ölü yandırma və kollektiv dəfn etmə adətlərinin yaranması da erkən tunc dövrünə aiddir. Burada cavab A bəndidir. Səbəb-nəticə əlaqələrinə doğru verildiyi bəndi müəyyən edin. Səlcuqların Malazgirt döyüşündə qələbə qazanması, Bizansın Kiçik Asiyadakı mülklərini itirməsi, Mərkəzi Asiyada Əbu Müslümin üsyana qalxması, Qaraxanlı dövlətinin iki hissəyə parçalanması. Belə ki, Əbu Müslümin üsyanı Mərkəzi Asiyada baş vermiş və bu üsyan nəticəsində Abbasilər sülaləsi hakimiyyətə gəlmişdi. Əməvilər isə Kordova xilafətinə İspaniyaya çəkilmiş və orada Kordova xilafəti qurmuşdur. Yəni bu hadisə baş vermişdi 8-ci əsrin ortalarında. Qaraxanlı dövlətinin iki hissəyə parçalanması isə baş vermişdir 11-ci əsrin ortalarında, yəni 1042-ci ildə. Verdi müqaviləsinin imzalanması 843-cü ildə baş vermişdir. Böyük Karlın imperator titulu əldə etməsi isə 800-cü ilə aiddir. Deməli, bu da düzgün bənd deyil. Kiyev knyazı Svyatoslavın qarətçi yürüşü 965-ci ildə baş vermişdir. Xəzər xaqanlığı da bu yürüş nəticəsində süqut etmişdir. Puatiya döyüşündə ərəb qoşunlarının məğlub olması, belə ki, Puatiya döyüşü 732-ci ildə baş vermişdir. Ərəblərin Şərqi Avropa yürüşlərinin qarşısı alınması, ərəblərin Şərqi Avropa yürüşlərinin qarşısını Xəzərlər almışdı. Franklar isə Puatiya döyüşündən sonra ərəblərin Qərbi Avropaya yürüşlərinin qarşısını almışdı. Deməli, burada cavab B bəndidir. 19-cu yüzilliyin sonunda Təbrizdə, 20-ci yüzilliyin ikinci yarısının ikinci 10 illiyində Bakıda qadınların güclü etirazı ilə nəticələndi. Əhalinin üzərinə müharibə xərci adlanan vergi qoyulması 20-ci yüzilliyin əvvəllərində Cənubi Azərbaycanda baş vermiş azadlıq hərəkatına aiddir. Dövlət kəndlərinin köçmə hüququnun ləğv edilməsi isə 1853-cü ildə Şimali Azərbaycanda baş vermişdir. Kəndlilərin ağır şərtlərlə torpaqları icarəyə götürmələri, bu da düzgün bənd deyil. Yararlı olmayan torpaqların pay torpaqlarına əlavə edilməsi ilə verginin artırılması 1903-cü ildə Şimali Azərbaycanda verilmiş əsasnamə ilə bu baş vermişdir. Deməli, sualın cavabı C bəndi. 1898-ci ildə Təbrizdə, 1916-cı ildə də Bakıda müttəkillərin süni şəkildə ərzaq məhsullarını bahalaşdırmaları qadınların güclü etirazı ilə nəticələnmişdir. Eramızdan əvvəl 8-ci əsrin birinci yarısında Manna dövlətinin güclənməsinə səbəb oldu. Uaş döyüşündə Manna qoşunlarının qələbə qazanması, belə ki, bu döyüş eramızdan əvvəl 8-ci əsrin ikinci yarısına aiddir və bu döyüşdə Manna qoşunları məğlub olmuşdu. Mannanın Midiya tərəfindən himayə olunması, bu da düzgün bənd deyil. Türk tayfalarının ölkə ərazisinə məskunlaşması bu eramızdan əvvəl 7-ci əsrin birinci yarısına aiddir. İranzunun mərkəzləşdirmə siyasəti eramızdan əvvəl 8-ci əsrin ikinci yarısına aiddir. Deməli, Urartuya qarşı aparılan müharibələr eramızdan əvvəl 8-ci əsrin birinci yarısında Manna dövlətinin güclənməsinə səbəb olmuşdur. Cavab A bəndi. Daha sonra baş vermişdir. Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi 661, Verdi müqaviləsinin imzalanması 843, Qəznəli dövlətinin əsasının qoyulması 1187, İmperator Justinianın Sasani şahı ilə sülh müqaviləsi imzalanması 532, Kürşadın başçılığı altında üsyanın baş verməsi 639-cu ilə aiddir. Burada daha sonra baş vermiş hadisə C bəndidir. Eramızdan əvvəl 1-ci əsrin birinci yarısında Roma Atropatena münasibətləri üçün xarakterikdir. Atropatenanın Roma ilə dostluq münasibətləri saxlaması bu eramızdan əvvəl 1-ci əsrin ikinci yarısına aiddir.
Belə ki, eramızdan əvvəl 38-ci ildə Roma ilə Parfiya arasında baş vermiş döyüşdən sonra Parfiya Atropatenaya qarşı işğalçılıq siyasəti yürütmüş və Atropatena da Parfiya ilə ittifaqı pozaraq Romanın tərəfinə keçmişdir. Pompey ilə Oroys arasında sülh sazişinin imzalanması bu da Albaniya dövlətinin tarixinə aiddir. Çünki Oroys Albaniya hökmdarı idi. Romanın köməkli Atropatenada Selevkü hökmranlığına son qoyulması, bu isə eramızdan əvvəl 190-cı il Magneziya döyüşündən sonra baş vermişdir. Fraspa döyüşündə Roma qoşunlarının məğlub edilməsi eramızdan əvvəl 36-cı ilə aiddir. Yəni eramızdan əvvəl 1-ci əsr 2-ci yarısına aiddir. Belə ki, eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısında Lukul və Pompeyin şərqə yürüşü nəticəsində Atropatena Romadan asılı vəziyyətə düşmüşdür. Cavab A bəndi. Tarixi proseslərin məntiqi ardıcıllığını tamamlayın. Cavanşirin Ərəb xilafəti ilə diplomatik danışıqlar aparması, Albaniyanın yenidən Ərəb xilafəti və Xəzər xaqanlığı Bizans arasında müharibə meydanına çevrilməsi. Belə ki, Cavanşirin Ərəb xilafəti ilə diplomatik danışıqlar aparması nəticəsində Arşakilər sülaləsinin hakimiyyətinin bərpa olunması bu düzgün bənd deyil, çünki Cavanşir Mehranlı sülaləsindən idi. Ərəblərin Azərbaycana ilk hücumlarının dayandırılması, bu ərəblərin Xəzərlərə məğlub olması ilə 643-cü ildə ilk hücumlar dayandırılmışdı. Cavanşirin Ərəb xilafəti ilə diplomatik danışıqlar aparması isə 667 və 671-ci illərə aiddir. Bizanspərəst qüvvələrin Cavanşirə sui-qəsd təşkil etməsi. Deməli, Cavanşirin Ərəb xilafəti ilə diplomatik danışıqlar aparması onun sui-qəsdi ilə nəticələnmişdir. Albaniyanın Abbasi xilafətinin vassalına çevrilməsi. Belə ki, Albaniya Cavanşirin Ərəb xilafəti ilə diplomatik danışıqlar aparması nəticəsində Albaniya Əməvilər sülaləsindən asılı vəziyyətə düşmüşdü. Yəni, həmin vaxtı Abbasilər sülaləsi hakimiyyətdə deyildi Ərəb xilafətində. Albaniyanın Ərəb xilafəti, Xəzər xaqanlığı Bizans arasında müharibə meydanına çevrilməsi və bundan sonra isə, yəni bu müharibələr nəticəsində Ərəb xilafəti qələbə qazanmışdır. Deməli, burada cavab 2C, 4Y. C bəndi. Paytaxtları rəqəmlərlə verilmiş feodal dövlətlərin 10-cu əsr tarixinə aid ümumi cəhətləri müəyyən edin. Burada Şamaxı, Gəncə, Naxçıvan, Təbriz və Ərdəbil şəhərləri rəqəmlərlə işarə olunmuşdur. Səlcuqlar tərəfindən süquta uğradılması, belə ki, Səlcuqlar tərəfindən paytaxtları 10-cu əsrdə olan dövlətlər süquta uğradılmamışdır. Səlcuqlar deməli, paytaxtı Gəncə olan Şəddadilər dövlətini 11-ci əsrdə, yəni 1088-ci ildə süquta uğratmışdır. Paytaxtı Təbriz olan Rəvvadilər dövlətini isə 1065-ci ildə süquta uğratmışdır. Muğan hakimliyinin asılı hala salınması, Muğan hakimliyini yalnız Rəvvadilər dövləti asılı hala salınmışdır. Yəni, paytaxtı Naxçıvan olan dövlət asılı hala salınmamışdır. Ərəb mənşəli sülalənin hökmranlıq etməsi, belə ki, 10-cu əsrdə paytaxtları Şirvan olan Şirvanşahlar dövlətini və paytaxtı Təbriz olan Rəvvadilər dövlətini Ərəb mənşəli sülalə idarə etmişdir. Dərbəndin ələ keçirilməsi, belə ki, paytaxtı Ərdəbil olan Sacilər dövləti, həmçinin Salarilər dövləti 10-cu əsrdə Dərbəndi tabe etmişdir və paytaxtı Şirvan olan, daha doğrusu Şamaxı olan Şirvanşahlar dövləti də 10-cu əsrdə, yəni 988-ci ildə Dərbəndi asılı vəziyyətə salmışdır. Deməli, burada sualın cavabı B bəndidir. Romada eramızdan əvvəl 1-ci yüzillikdə vətəndaş müharibələrinə gətirib çıxaran amillər, ordunun muzlulardan təşkil edilməsi, plebeylərin öz hüquqları uğrunda patrisilərlə mübarizə aparması bu eramızdan əvvəl 5-ci və 3-cü yüzilliklərə aiddir. Sərkərdələrin nüfuzunun daha da artması, orduya başçılıq edən strateglərin özbaşınalıqları,
Strateqlər qədim Yunanların tarixinə aiddir. Sərkərdələr arasında hakimiyyət uğrunda mübarizə. Sualın cavabı D bəndi. Qədim və yeni daş dövrlərinə aid ümumi cəhət, yəni paleolit və neolit dövrlərinə aid ümumi cəhətlər. Torpağın toxa ilə şumlanması bu yalnız neolit dövrünə aiddir. Süni yolla əldə edilmiş oddan istifadə hər iki dövrə aiddir. Qəbilə icmasının mövcud olması bu da hər iki dövrə aiddir. Belə ki, qəbilə icması üst paleolit dövründə yaranmış və Tunc dövrünə qədər davam etmişdir. Saxsı qablarının hazırlanması isə yalnız neolit dövrünə aiddir. Deməli, sualın cavabı D bəndi. Frank dövlətinin sxemdə verilən dövlətlərlə ümumi cəhətlərini müəyyən edin. Frank dövlətinin 1-ci Göytürk xaqanlığı ilə ümumi cəhətlərinə baxaq. Hər ikisi avarlara qarşı mübarizə aparmışdır. Saks tayfalarının asılı hala salınması yalnız Frank dövlətinə aiddir. Bizans imperiyası ilə diplomatik əlaqələr saxlamışdı. Hər iki dövlət həm Frank, həm 1-ci Göytürk Bizans imperiyası ilə diplomatik əlaqələr saxlamışdı. Frank dövlətinin Albaniya dövləti ilə olan ümumi cəhətlərinə baxaq. Sasanilərlə müttəfiqlik münasibətinin qurulması yalnız Albaniyaya aiddir. Ərəb xilafəti ilə diplomatik əlaqələr saxlanılması hər iki dövlətə aiddir. Belə ki, Albaniya hökmdarı Cavanşir Əməvilər sülaləsi ilə diplomatik əlaqələr saxlamışdı və Frank dövlətinin imperatoru Böyük Karl da Ərəb xilafəti ilə diplomatik əlaqə saxlamışdı. Əsasının erkən feodalizm dövründə qoyulması, belə ki, Frank dövləti erkən feodalizm dövründə yaransa da, Albaniya dövləti quldarlıq dövründə meydana gəlmişdir. Frank dövlətinin Xəzər xaqanlığı ilə ümumi cəhətlərinə baxaq. Peçeniklərin basqınlarına məruz qalması yalnız Xəzər xaqanlığına aiddir. Roma şəhərinin tabe edilməsi, bu isə Frank dövlətinə aiddir. Ərəblərin Avropada irələməsinin qarşısına alınması. Belə ki, Frank dövləti ərəblərin Qərbi Avropada, Xəzərlər isə ərəblərin Şərqi Avropada irələməsinin qarşısını almışdır. Deməli, burada sualın cavabı 1A, C, 2B, 3C, yəni E bəndidir. 12-ci əsrin 20-ci illərində Şirvan-Gürcüstan münasibətlərinin yaxınlaşmasına Şirvanşah 3-cü Mənüçöhrün həyat yoldaşı Tamar ilə yanaşı Səlcuq türklərinin zəifləməsi də təsir göstərmişdir. Gürcülərlə həm qohumluq, həm də ittifaqa arxalanan 3-cü Mənüçöhr 1066-cı ildən etibarən mövcud olan Səlcuq asıllığına son qoyaraq onlara illik bac ödəməkdən imtina etmişdir. Mətndə bəhs edilən 3-cü Mənüçöhrün xarici siyasətindəki dəyişiklik şərait yaratmışdır. Şirvanda Məzədilər sülaləsinin nüfuzunun zəifləməsinə, bəhs edilən dövrdə Şirvanda Kəsranilər sülaləsi hakimiyyətdə idi. Tamarın Şirvanı Gürcüstana birləşdirməsinə nail olmasına, əslində Tamar Şirvanı Gürcüstana birləşdirə bilməmiş, çünki Eldənizlər dövləti bu işə qarışmışdır. İraq Səlcuq Sultanı Mahmudun Şirvana yürüş etməsinə, Gürcü çarı 4-cü David tərəfindən Azərbaycan torpaqlarının istilasına. Deməli, burada cavab B bəndi. Xəritədə işarələnmiş dövlətin 12-ci yüzilliyin ikinci yarısına aid hadisələri müəyyən edin. Xəritədə Qəznəli dövlətinin ərazisi işarələnmişdir. Qurlu tayfalarına qarşı mübarizə aparılması 12-ci yüzilliyin ikinci yarısına aiddir. Dəndənəkan döyüşündə Səlcuqlara məğlub olması isə 11-ci yüzilliyin ortalarına aiddir. Paytaxtın Lahora köçürülməsi də 12-ci yüzilliyin ikinci yarısına aiddir. Xarəzmşahlar tərəfindən süquta uğradılması isə Qəznəli dövlətinin tarixinə aid deyil. Burada cavab E bəndi. Aqviya Məclisinin qərarlarına əsasən Albaniyada xristianlığı təbliğ edən məktəblər açıldı. Cavab D bəndi. Göstərilənlər nəticəsidir. Fələstin və Suriya işğal olundu. Misirin şimal sərhədləri ilk dəfə Fərat çayına çatdı. Nubiya tabe edildi. Göstərilənlər Firon 1-ci Tutmosun hərbi yürüşünün nəticəsidir. Cavab E bəndi. Yusif ibn Əbusac, Fəzl ibn Məhəmməd, Şəmsəddin Eldənizin fəaliyyətlərinə aid oxşar cəhətlər. Dəbli şəhərinin ələ keçirilməsi, Slavyan basqınlarının qarşısına alınması, bu düzgün bənd deyil. Gürcülərə qarşı uğurlu müharibələrin aparılması, yeni dövlətin əsasının qoyulması, bu da
düzgün bənd deyil. Çünki bəhs edilən hökmdarların içərisində yalnız Şəmsəddin Eldəniz yeni dövlətin əsasını qoymuşdur. Deməli, sualın cavabı 1-3. Çindəki Tan sülaləsini himayə edən Uyğur xaqanları onları qiyamçıların çıxışlarından və qonşuluqdakı Tibetlilərin hücumlarından qoruyurdular. Bunun qarşılığında onlar Çin imperatorundan ipəklə xərac alırdılar. Çinin ticarət yolları da Uyğurların nəzarəti altına keçmişdi. Mətnə əsasən Uyğur xaqanlığının böyük Hun dövləti ilə ortaq xüsusiyyətlərini müəyyən edin. Tan sülaləsinin imperatorunu hər il xərac ödəməyə məcbur salınması, belə ki, böyük Hun dövlətinin vaxtında Çində Tan sülaləsi deyil, Sin və Xan sülaləsi hökmranlıq etmişdir. Çinin ticarət yollarının nəzarət altına alınması, belə ki, eramızdan əvvəl 200-cü ildə Pinçen sazişinə əsasən Çinin ticarət yollarını böyük Hun dövləti nəzarət altına almışdır və Talas döyüşündən sonra ərəblər Çini məğlub etdikdən sonra Çinin ticarət yolları həmçinin Uyğurların nəzarətinə keçmişdir. Deməli, bu həm Uyğur, həm böyük Hun dövləti üçün ortaq xüsusiyyətdir. Tibet tayfalarına qarşı mübarizə aparılması, belə ki, böyük Hun xaqanı Mete xaqan Tibet tayfalarına qarşı mübarizə aparmış, eyni zamanda Uyğur xaqanı Bölgü xaqan da Çin uğrunda Tibet tayfaları ilə mübarizə aparmışdır. Çin imperatorunun baş vermiş qiyamlardan qorunması isə bu yalnız Uyğur xaqanlığının tarixinə aiddir. Burada cavab 2-3. Xronoloji ardıcıllığı müəyyən edin. Səlcuqların Azərbaycanın fəthini başa çatdırmaları, belə ki, 1066-cı ildə Şirvanşahlar dövlətinin asılı hala salınması ilə Səlcuqlar Azərbaycanın fəthini başa çatdırmışdılar. Qızıl Arslanın özünü sultan elan etməsi 1191, Dərbənd əmirliyinin Şirvanşahlar dövlətindən asılı hala düşməsi 988, Tiflis Müsəlman əmirliyinin ləğv olunması 1122-ci ilə aiddir. Burada xronoloji ardıcıllıq 3, 1, 4, 2. 19-cu yüzilliyin 60-cı illərində Azərbaycan təhsili üçün xarakterikdir. Bakıda orta təhsil verən rus dilli ilk gimnaziyanın açılması 1865-ci il, İrəvan müəllimlər seminariyasının təsis edilməsi 1881, Şamaxıda Üsul-i Cədid məktəbinin fəaliyyətə başlaması 1869, Avropa tipli dünyəvi məktəbin əsasının qoyulması 1830-cu ilə aiddir. Burada 60-cı illərdə baş vermiş hadisə 1-3-dür. Uyğunluğu müəyyən edin. Romada Respublika dövrü, İmperiya dövrü. Respublika dövrü eramızdan əvvəl 509-cu ildən eramızdan əvvəl 30-cu ilə qədər davam etmişdir. İmperiya dövrü eramızdan əvvəl 30-cu ildən eramızın 395-ci ilinə qədər davam etmişdir. Qladiator döyüşlərinin keçirilməyə başlanması eramızdan əvvəl 3-cü əsrə aiddir. Yəni bu Respublika dövrünə aiddir. Qulların öldürülməsinin qadağan olunması eramızın 2-ci əsrinə aiddir. Deməli, bu İmperiya dövrünə aiddir. Borca görə qula çevrilmiş insanların hilotlar adlanması bu düzgün bənd deyil. Daxmalı qulların meydana gəlməsi eramızın 2-ci, 3-cü əsrlərinə aiddir. Deməli, bu da İmperiya dövrünə aiddir. Spartakın başçılığı ilə qulların üsyan qaldırması eramızdan əvvəl 74-71-ci illərə aiddir. Yəni, Respublika dövrünə aiddir. Burada cavab 1A-Y, 2B-D. Əfsələddin Xaqani xəbər verir ki, Şirvanşahın Şəkidən Abxaza, Gürcüstana doğru hərəkət etdiyini eşitmişdir. Şirvanşah oraya Gürcü hökmdarı 3-cü Georginin hakimiyyətindən narazı olan və onu taxtdan salmaq istəyən feodal və əyanları sakitləşdirmək üçün getmişdir. Onun cəsur döyüşçüləri güclü zərbə ilə qiyamçıları məğlubiyyətə uğratmışdı. Şirvanşahın məqsədi Gürcüstanı işğal etmək deyil, bir müttəfiq kimi qohumu hökmdar 3-cü Georgiyə taxt tacını saxlamaqda kömək göstərmək idi. O, qonşuları ilə münasibətdə çox ağıllı və ehtiyatlı siyasət yeridirdi. Mənbədə hansı Şirvanşah hökmdarının fəaliyyətindən bəhs olunur? Şirvanşah 1-ci Axistan. Mənbədə verilmiş hansı xüsusiyyət Şirvanşah hökmdarını Şəmsəddin Eldənizdən fərqləndirir? Gürcü çarı 3-cü Georgi ilə müttəfiq olması və ya qohum olması. Bəhs olunan dövrdə Şirvanşah hökmdarının diplomatik fəaliyyəti ilə bağlı mənbədə verilməyən iki hadisəni yazın.
Eldənizlər, Atabəylər dövləti ilə dostluq münasibətinin saxlanılması, Səlcuq türkləri ilə dostluq münasibətinin bərpa edilməsi və buna uyğun ehtimal olunan digər doğru cavablar.